İmam Sadiq Aleyhisselam'dan da bir hadis deyim inşallah. Hazret buyuruyor ki, kıyametin günü, 3 şey kıyamet günü insanlardan şikayet edecek. O mescid ki harap olup gedir, orada namaz kılan yoktur. O mescid ki, mesela en çok görsen olur, indi şehirde olmur, kətlərdə de o mescidler. Kapısı bağlı, illə oraya adamlar girmirlər. Bir tane Ramazan gələndə, ya Məhərrəmlik gələndə açarlar, bəli. O mescid həmin kətdən şikayət edəcəkdir. Məscid ki Allah'ın evidir, gerek oranı biz öz evimizden əziz tutaq. Her o mesciddə ki sen girersen, namaz kılarsan, kıyametin gününde gelir məhşərə, məhşərdə siratda senin ayağının altındaki, ey mümin, gel mən səni siratdan aparım. Gör, ne kadar mescidin əzəməti var. Ve kıyametin günü Allah'a şehadet verer ki, ilahi bu adam, bu mümin mənə dünyada eşq, məhəbbət eləyərdi, gələrdi, təmizləyərdi, namaz kılardı, dua eləyərdi. Görün məscidin ne kadar əzəməti var. Məscid elə eləyək ki, kıyametin günü bizden şikayet eləməsin. Hazret buyurur ki, İkincisi, o alimdir ki cahillerin arasındadır. Ne ona müracaat olunur, ne onunla gediş-gəliş olunur. Yani elə məzlumdur ki, elə bir qərib ölkədədir. Bir alimin bir cəmiyyətdə olması, bir kətdə, şəhərdə, məhəllədə olması Allah'ın nemətidir həmin yer üçün. Bir alimə salam vermək, bir alimlə, ehtiramla söhbət eləmək, İmam-ı Zamanla, Peyğəmbərlə söhbət eləməkdir, ehtiram eləməkdir. Çünki onların vəzifəsini həmin yerdə o alim daşıyır. O alim dini qoruyur. Düzdür, məscid tikmək çox əzəmətli bir şeydir. Amma alim yetişdirmək ondan fəzilətlidir. Bir alimin yatması neçə min, eşitmişsiniz ama o neçə mini demirəm ki, şübhəyə düşməsin bəziləri. Cahilin ibadetinden üstündür. Yani alimin yatması cahilin ibadetinden üstündür. İnsan istəyir ki, Allah yanında fəzilətə minsin və qiyamətin günündə ondan şikayət olunmasın. Öz məhləsindəki, öz yerindəki o alimlər ki var, Rabbaniyyun alimlər, libas alimləri yox, dünya pərəstləri yox. O alim ki Rabbani alimdir, o alim ki İslam üçün çalışır. Onlar ilahi bir rəhmətdir və nemətdir. Çalışmalısınız, onlara ehtiram eləməlisiniz. Onlara ehtiram Peyğəmbər buyurubdur. Baxın, Hazreti Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Əl-uləmâ'u vərəsətil ənbiya. Vərəsətul ənbiya nə? Yəni alimlər biz peyğəmbərlərin varisləridir. Bizim yerimizdə onları görün. Yəni alimə hər nə eləsən, peyğəmbər eləmsən. Odur ki, qiyamətin günündə ehtiram elədiyin alim sənə Allah dərgahında nə edəcək? Vəsilə olacaqdır. Sıratdan keçib Allahın behişt fəzilətinə yetişməyə. Həzrət buyurur ki, 3-cü qiyamətin günündə şikayət edici Qur'an olacaqdır. Necə ki, keçən gün dedim ki, Peyğəmbər dedi ki, ilahi, mənim ümmətim Qur'andan qaçdılar. İndi isə Qur'an şikayət edəcəkdir. Niyə? Həzrət onun niyəsində deyir. Deyir, o Qur'anlar ki, evdə qubar bağlayar, üstü toz basar, qiyamətin günündə o Qur'an həmin o evin insanlarından şikayət edir. Görsən, əksəriyyətimizin evində Qur'an var. Görəsən, onu heç olmasa ildə bir dəfə açıb öpürükmü, ziyarət edirikmi? Oxuya bilmirsən, eyb eləməz.
Yəni eyib eləməz bu mənada ki, yəni öyrənməlisən də. İndi heç olmasa o Quranı gündə bir, həftədə bir, ayda bir aç vərəqələrin, dəstəmaz al, aç vərəqələrin tut əlində, Allaha dua eləginən, öpginən, ilahi, bu Quranı məndən ayırma, ilahi, başdan nə qədər istəyirsən, dua eləginən. Bir möhtərəm şair yazısının əlində kitabı ola sənin, durub gedəsən onun yanına ki, sənə bir işim düşübdür. Mən sənin kitabı oxumuşam, bunu eləmişəm. O necə sənə məhəbbətlə baxar ki, deməli sən onu sevmirsən, onun kitabını oxuyursan. Hələ bu bir insani bir keyfiyyətdir. Bir də var ki, Allahın öz Qur'anını alasan əlvə, Allahı çağırasan. Gör, necə sənə Allah diqqət eləyər. Onsuz da Allah Qur'ansız da sənə diqqət eləyir. Duavı qəbul edir. Amma fəzilət, o deyir ki, duanın qəbul olmasında neçə amil var. Məsəl üçün, biri budur ki, dəstəmaz alasan, dəstəmazsız da dua eləyə bilərsən. Biri budur ki, əlində əqiq və firuzə olsun. Əqiq və firuzə olmasa da dua eləyə bilərsən. Amma fəzilət var. Bunlar sənin duavın olmasında çox pərdələri götürərlər. Sonra üzü qibliyə olasan. Möminləri dua eləyəsən, salavat çəkəsən. Bunlar hamısı duaların, o Allahla sənin yanında olan o günah pərdələri var, onları götürür. Eyni zamanda Qur'an da belədir. Qur'anı əlində tut, başda Allahla danışqınan. Odur ki, çalışaq bu üç şey qiyamətin günündə bizdən şikayətçi olmasın.